Bismillahirrahmanirrahim. Əziz İslam Peyğəmbəri Hz. Muhammed Salavatullah fil hadisəsindən sonra miladi 570-ci ildə Məkkədə dünyaya gəldi. Atası Abdullah onun doğumundan əvvəl vəfat etmişdi. Bu vəziyyət Quranda yetmə yaxşılıq etmək haqqında ayələrdə işarə edilən ilahi hikmətlərlə əlaqələndirilir. O səni yetim gördü və sığıncaq verdi ayəsi onun yetimlik dövrünə birbaşa işarədir. Doğulduqdan bir neçə gün sonra anası Aminə tərəfindən, daha sonra isə ənəyə uyğun olaraq Bəni Səd qəbiləsindən olan Həlimə binti Əbu Züeyb tərəfindən südəmizlik kimi götürüldü. Rəvayətlərdə qeyd edilir ki, Həlimənin ailəsi onu evlərinə aparandan sonra bərəkət artmış, heyvanların südü çoxalmışdı. Bu hadisə onun uşaq yaşlarından xüsusi bir ilahi himayə altında olduğunu göstərən tarixi məlumat kimi qeyd olunur. 4 yaşında ikən Həlimənin ailəsindən ayrılıb yenidən anasının yanına gətirildi və 6 yaşına qədər anası Aminə tərəfindən böyüdüldü. 6 yaşında anasının vəfatından sonra babası Əbdülmüttəlibin himayəsinə verildi. Əbdülmüttəlib onu xüsusi qayğı ilə yetişdirmişdi. Rəvayətlərdə bildirilir ki, Əbdülmüttəlib onun gələcəyini hiss edir və nəslinin şərəfinin bu uşaqda cəmləndiyini söyləyirdi. 8 yaşında babası da vəfat edincə Peyğəmbərimizin himayəsini əmisi Əbu Talib öz üzərinə götürdü. Əbu Talibin qayğısı haqda həm tarixi mənbələrdə, həm də rəvayətlərdə geniş məlumat var. O, Hz. Muhammed Salavatullahı öz doğma övladlarından üstün tutar, onu heç bir zaman tənha buraxmazdı. Rəvayətlərə görə Əbu Talib onun peyğəmbərliyinin gəlişini bilirdi və onu qorumağı özünə vəzifə etmişdi. Uşaqlıqdan gənclik dövrünə qədər Hz. Muhammed Salavatullah heç bir bütpərəst ayində iştirak etməmiş, hətta Məkkə gəncləri arasında yayılmış əyləncələrin heç birinə qatılmamışdı. Rivayətlərdə bildirilir ki, Allah Teala onun kiçik yaşlarından haram və günahlardan qorumuşdu. Bu dövrdə o doğruluğu, əmanətdarlığı və saf əxlaqı ilə tanınmış, İnsanlar arasında əmin kimi xüsusən uşaqlıqdan formalaşan ləqəblərlə seçilmişdi. Beləliklə, Hz. Peyğəmbərin uşaqlıq dövrü bir tərəfdən çətinliklərlə, yetimlik və ardıcıl itkilərlə, digər tərəfdən isə ilahi bir hazırlıq və xüsusi himayət ilə müşahidə olunmuşdur. Bu mərhələlər onun gələcək peyğəmbərlik missiyası üçün təməl xarakteri daşımışdır.